Salamlar, hər birinizi xoş gördük. Biz yenə də fərqli söhbətdəyik. Bugün heç bir qonağımız yoxdur. Fikirləşdik ki, Esenlə bu gün özümüz söhbət edək, yaranmış sualların hamısını müzakirə edək. Elə bilin ki, bu gün mətbəxdə bizim qonağımızsınız. Düşünürəm bugün danışacağımız mövzu bir çox valideynə maraqlı olacaq. Əsasən də yolun başında olan valideynlərə daha maraqlı olacaq. Çünki ən çox onlar Instagram üzərindən bizə müraciət edirlər. Onlar övladlarına təzəcə diaqnoz alandan sonra böyük bir informasiya axını ilə üz-üzə gəlirlər və bilmirlər ki, doğru yol hansıdır, hara müraciət etsinlər, övladları üçün bu təlim yolunu necə çizsinlər ki, həm övladlarının vaxtı getməsin, həm öz resursları boşuna getməsin. Bəli, ilk növbədə həkimdən çıxandan sonra böyük bir axın gəlir, hərə bir şey təklif edir. Biri ABO terapiyanı təklif edir, ergoterapiyanı, LFK, psixoloq, logoped. Hər mərkəz öz tərəfinə çəkməyə çalışır. Biz bu gün heç bir mərkəzin adını çəkməyəcəyik, heç bir psixoloqun və ABO terapistin adını çəkməyəcəyik. Biz faktiki yaranmış problemlərdən danışacağıq. Elə hesab edirəm ki, birinci sualdan başlaya bilərik ki, hansı mütəxəssisi seçək? Ən çox verilən suallardan, səndə də yəqin olur ki, valideynlər yazır ki, siz bu səviyyəyə necə çatmısınız? Hansı mütəxəssisi seçim ki, bu səviyyəyə gəlim çıxım? Doğrudan da indi mərkəz çoxdur, terapiya növləri çoxdur, mütəxəssislər çoxdur və valideyn yolun başında bilmir ki, məhz hansı mütəxəssis seçsin, hansı metodu seçsin. Keçən Instagram üzərindən bir valideyn müraciət edib və hansısa bir mərkəzə gedib. Bu mərkəzdə övladını ilkin dəyərləndirmə ediblər və yönləndiriblər müxtəlif terapiyalara. Art terapiya, sensor terapiya, idman mütəxəssisinə və valideyn bilmir ki, bunlardan hansı hal-hazırda övladı üçün daha uyğundur, daha vacibdir, ondan başlasın və çox vaxt valideynlərin sualı bunun üzərinə olur ki, biz nədən, kimdən başlayaq? Səncə valideynlər kimdən başlamalıdırlar birinci, nədən başlamalıdırlar? Məncə valideynlər birinci kimdən yox, mütəxəssisdən yox, özündən başlamalıdır. Valideyn hesab edirəm ki, özünə birinci sual verməlidir ki, mənə nə lazımdır? Məqsədim nədir? Uşağın misal üçün davranışındadır problem və ya fərqli problemlər, yəni məqsədi qoyarkən ondan irəli getməlidir. Ondan irəli gedərkən, ondan qaynaqlanaraq artıq hansı mütəxəssisə yönləndirəcəksə övladını, o yolla da getməlidir. Mərkəzə gedərkən bir tələlərə düşürlər ki, misal üçün, biz 6 aya sizi danışdırırıq. Bir ildən sonra sizinlə sağollaşırıq. Ya bizi ilə davranışa yox deyəcəksiniz. Ya bu aparatdan keçərkən övladınızın birinci sözlərini eşidəcəksiniz. Yəni hesab edirəm ki, bu sözləri eşidərkən bu artıq bir tələdir və oradan uzaqlaşmaq lazımdır. Doğrudan da belə mərkəzlər çoxdur. Belə həkimlər də çoxdur. 100% proqnoz verirlər. Amma autizm elə bir diaqnozdur ki, biz burada 100% nə heç bir həkim, nə heç bir mütəxəssis 100%lik bir proqnoz verə bilməz, verməməlidir. Çünki bu valideyni aldatmaq deməkdir. Yola başlayanda heç bir həkim bilmir ki, 3 il sonra bu uşaq necə olacaq. Heç bir mütəxəssis də bilmir ki, 3 il sonra bu uşaq necə olacaq. Bəli, mütəxəssis müəyyən uşağı tanıyandan sonra müəyyən təxminlər edə bilər uşağın nitqi ilə bağlı və yaxud da müəyyən gələ biləcəyi yerlə bağlı. Amma bu da əvvəl uşağı çox yaxşı tanımalıdır. Müəyyən müddət uşaq terapiya görməlidir və dinamikada bunu mütəxəssis hiss eləməlidir ki, mən məşğul oluram. Müəyyən sürətlə tutaq ki, bu uşağın nitqi yavaş-yavaş düzəlir. Müəyyən sürətlə görür ki, uşağın davranışları məsəl üçün çox da davranış pozuntusu olan uşaq deyil. Onda valideynə müəyyən bir proqnoz verə bilər. Amma bugün uşağı tanımısan, gətiriblər mərkəzə və sən valideynə hər hansı bir proqnoz verirsən ki, mən sənə 100% nəticə verəcəm, 6 aya bizlə danışacaq uşaq, bu çox yanlışdır. Əgər doğrudan da valideynlər
bu tərz proqnozu hansısa həkimdən, hansısa mərkəzdən eşidirlərsə, yaxşı olar ki, oradan qaçsınlar. Amma bir məsələ də var. Misal üçün mənə yazanda məsləhət verin nə idi? Mənim ilk sualım odur ki, hal-hazırda nə ilə məşğul olursun? Və burada başlanır ən maraqlısı. Nə ilə məşğul olursunuz? Loqopedə gedirik, psixoloqa gedirik. Soruşuram, misal üçün, psixoloqa niyə gedirsiniz? Psixoloqun yəni sizə nə dəyər qatır? Nəyə görə gedirsiniz? Çünki psixoloqun bir yönəmi var da və cavab verir ki, bəs kartlar vasitəsilə dərsləri keçirik və s. və sual verirəm ki, dəqiq psixoloqun işidir. Yəni məqsəd psixoloqdur. Loqopedə niyə gedirsiniz? Danışır, yox danışmır. Onda loqopedə niyə gedirsiniz? Qalır ki, onda kimin yanına getməliyik? Burada yanlışlıq baş verir. Çünki valideyn övladı ilə diaqnoz alarkən başlayır mərkəzləri gəzməyə və artıq girir. Bilmir axı hara getsin, düzdür? Və birinci yolu düşür psixoloqdan loqopedə. Sən bu məqamlarda hansı məsləhəti verərsən ki, valideynlər o yoldan çıxıb daha düzgün yola getsinlər? Ümumiyyətlə, doğrudan da yolun başında valideyn üçün çox çətindir və çox vaxt valideynlər autizm haqqında və ya da ümumiyyətlə xüsusi təhsil haqqında bir o qədər də məlumatlı olmur. Hansısa mərkəzə gedir və mərkəzin təklif elədiyindən yola çıxaraq fikirləşir ki, ruslar demiş "Palmalçanyum". 3 dəfə loqopedə getsə, 3 dəfə psixoloqa getsə, 3 dəfə duyu bütünləmə mütəxəssisinə getsə, bir irəliləmə olar uşaqda. Amma burada əsas o xüsusi təhsilin mexanizmini başa düşmək lazımdır və sən demiş o uşağın durumuna baxmaq, diaqnozuna baxmaq. Çünki hər uşağın diaqnozu autizm deyil. Hər autizmli uşağın loqopedə ehtiyacı yoxdur. Yəni burada əvvəlcə bir yaxşı diaqnostikaya ehtiyac var və uşağın diaqnozundan yola çıxmağa ehtiyac var. Əvvəlcə başa düşmək lazımdır ki, uşaq xüsusi təhsilə müraciət edəndə autizmli uşaqdırsa, düzgün təlim metodu seçilməlidir. Bu təlim metodunu verən adam ixtisasca loqoped də ola bilər, psixoloq da ola bilər, psixopedaqoq da ola bilər, amma vacibdir ki, bu hansı təlim metodu ilə işləyir. Biz yolun başında diaqnoz alandan sonra mən özüm bir araşdırma etdim və düşündüm ki, övladım üçün ABA metodunu seçəcəm və ABA mütəxəssis axtardım. Və bizim ABA mütəxəssis ixtisasca psixoloq idi. Amma mənim övladımla psixoloji iş aparmırdı. ABA üzərindən, yəni tətbiqi davranış analizi üzərindən inkişafını belə deyim ki, davam etdirirdi. Bəzi valideynlər floor time seçirlər təlim metodu kimi. Burada əsas məqsəd odur ki, yolun başında övladımıza lazım olan və elmi cəhətdən effektiv olan bir terapiya metodu seçək. Yəni bilək ki, bu terapiya metodu bizim övladımıza hal-hazırda lazım olandır. Bəli, biz ABA metodunu seçmişdik, ABA metodundan irəliləyirdik. Müəyyən zamanlarda işə loqopedi daxil etdiyim də olub. Amma hər autizmli uşağa loqoped lazım olmur. Hər autizmli uşağa duyu bütünləmə mütəxəssisi lazım olmaya bilər. Hər autizmli uşağa idman mütəxəssisi lazım olmaya bilər. Yəni uşağın hazırki problemlərindən, belə deyək, defisitlərindən yola çıxıb mütəxəssis seçməliyik və başa düşməliyik ki, bu mütəxəssis hazırda nə üzərindən işləyir. Tamam, bura kimi gəldik, çıxdıq. Valideyn artıq daxil olub hansısa bir mərkəzə, hansısa bir mütəxəssisdən, aparıcı mütəxəssisdən proqramı alır, dəyərləndirir. Növbəti suallar olmalıdır ki, bəs mütəxəssisi ümumiyyətlə necə dəyərləndirib? Hansı ixtisası alıb, hansı sertifikasiyadan keçib, ümumiyyətlə apardığı iş, övladı ilə apardığı iş uşaqla bundan öncə olubmu, uşaqlarla işləyibmi? Bütün bu sualları valideyn sorğulayarkən daha düzgün cavabları alarkən və uşağının doğru yerdə olduğunu anlayır. Çünki bəzən olur ki,
uşaqlarla işləmək anlayışı olmayan insanlar da indi bu sahədədirlər. Bu sualları verməkdən qorxmamalıdırlar hesab edirəm. Yəni siz sorğularkən qorxu içində olmamalısınız ki, mən bu sualı niyə verirəm? Sizə o cavabları tam açıq, aydın şəkildə mərkəz təqdim etməlidir. Neçənci ildə universiteti misal üçün bitirib, ABAD-dırsa hansı sertifikasiyalardan keçir, loqopeddirsə nə bundan öncə hansı nailiyyətlərə nail olub. Hətta LFK müəllimi də bəzən görürsüz ki, sadə bir idman müəllimidir. Elə də rastlaşmışıq. Sadə bir məktəbdə misal üçün idman müəllimi olub, gəlib özəl uşaqlarla işləməyi planlaşdırır və sizin övladınız onun əlinə düşür. Və burada nə baş verir? Düzgün nəsə getməyəcək və siz istədiyiniz nəticəyə gəlib çıxmayacaqsınız. Doğrudan Gülə, indi belə bir problem var. Valideyn həkimə çox sual verəndə ya mərkəzə çox sual verəndə bezdirici valideyn titulunu qazanır elə bir. Hamı başlayır ki, bu valideyn problemli valideyndir, çox sual verir, amma valideyn yolun başında doğrudan da bu haqda heç bir məlumatı olmur. Ona görə bütün həkimə verdiyi ən absurd suallar belə həkim tərəfindən səbirlə cavablandırılmalıdır. Mərkəzə verdiyi bütün suallar cavablandırılmalıdır. Və bu sual elə olmamalıdır ki, hesab edirəm, olmamalıdır ki, siz yaxşı mütəxəssissiniz. Sual belə qurulmamalıdır. Siz özünüz sual verərkən artıq o cavabı gəlib çıxmalısınız ki, bu mütəxəssis yaxşıdır yoxsa yox. Çünki yaxşı mütəxəssis, düzgün mütəxəssis sizin bütün suallarınıza cavablayacaq və işi ilə və cavabları ilə sübut edəcək ki, o yəni professionalıdır. İndi elə bir dövrə gəlib çıxmışıq ki, həkimlər efirdən danışır, mərkəzlər efirdən danışır, mütəxəssislər Instagram, bəli, danışırlar, amma bu demək deyil ki, hər fenomen, belə deyək ki, mütəxəssis doğrudan da işinin ustasıdır. Hər fenomen həkim doğrudan da işinin ustasıdır və hər başlığa ABA mütəxəssisi yazan adam da ABA mütəxəssisi deyil. Hər başlığa loqopedəm yazan insan da təcrübəli loqoped olmaya bilər. Ona görə valideyn özü biraz araşdırmacı olmalıdır. Baxmalıdır ki, doğrudan da bu insan qeyd etdiyi keyfiyyətlərə sahibdirmi? Doğrudan da uşaqlarla bu təcrübəsi varmı? Yəni şərt deyil illərlə təcrübəsi olsun. Ola bilər ki, yeni başlayıb praktikasına, amma təhsili, özgüvəni ona imkan verir ki, bu uşaqlarla keyfiyyətli işləsin. Bir də mən həmişə valideynlərə deyirəm ki, bu ABA üzərindən çox danışıram. ABA mütəxəssis soruşurlar ki, necə seçək? Ümumiyyətlə ABA Azərbaycanda çox belə yayğın metod deyil, yenidir və mərkəz sayı da o qədər çox deyil. Amma həmişə valideynlərə deyirəm, mütəxəssisə müraciət edəndə soruşun ki, mütəxəssis instruktordur, kuratordur. Əgər instruktordursa proqramı kimin kurasiyasında yazır? Kuratorun yazılırsa kurasiyasında bəs onun supervizoru kimdir? Bu addımlar ABA-da çox önəmlidir. Ona görə valideynlərə həmişə addımlardır. Yəni bu yoxdursa, bir instruktor sizin övladınızla məşğul olursa, özü də proqramı yazırsa, özü də proqramı korreksiya edirsə, bu doğru deyil. Yəni burada ABA-dan söz getmir. Bu nəsə başqa bir şeydir, ABA deyil. Bir dənə də tələ var. Ona da diqqət yetirməkləri yaxşı olardı ki, bəzən valideynləri dərslərdə iştirak etməkləri istəmirlər. Bu artıq, bu bilirsiniz, bu qırmızı işıq deyil də. Bu artıq o mərkəzdən uzaqlaşmalısınız. Çünki özünə güvənən mütəxəssis, özünə güvənən mərkəz heç vaxt imtina etməyəcək ki, valideyn onun dərsində otursun. Yəni özü şərait yaradacaq ki, çünki valideynin bu prosesdə deyərdim ki, 70% rolu var. Yəni övladınız 45 dəqiqə dərsdə olursa, qalan zaman sizinlə olur və siz davam edərkən, dərsdə olanı davam edərkən daha yaxşı nəticələrə əldə edəcəksiniz. Və sizi dərslərə qoymurlarsa, burada artıq suallarla dolu olmaz. Niyə qoymurlar? Məqsəd nədir? Tamam, istəmirsiniz ki, mən nəyisə mərkəzdən çıxardım. Sırf uşağın proqramının üzərindən gedim. Başqa uşağın yox. Yəni proqram yazılıb, mən öyrənmək istəyirəm və uşaqla davam etmək istəyirəm. Siz bu prosesdə iştirak etməlisiniz. Ümumiyyətlə İngiltərədə, Amerikada yolun başında olan valideynlərə erkən müdaxilə ondan başlayır ki, birinci ailəni çağırırlar, birinci ailəni öyrədirlər və erkən müdaxilə ailə ilə başlayır. Əvvəlcə ailə bilməlidir ki, mühiti necə dəyişsin, övladına necə yanaşsın. Onda
təlim prosesi sürətlənir, uşağın inkişafı sürətlənir. Bizdə isə bəzi mərkəzlər əksinə valideyni uzaq tuturlar Və günahlandırırlar. və heç bir halda içəri girmək olmaz. Uşaq özünü pis aparacaq, uşaq sizi görəcək, mənə tabe olmayacaq və s. kimi belə bəhanələr uydururlar. Bir də ikinci bir sən dediyinin ikinci bir variantı da var. Bəzi mərkəzlər də bu səfər çox öhdəlikləri valideynin üstünə atırlar. Bir də görsən ki, valideyn hansısa mərkəzi seçib, işə başlayıb, iş gedir və uşaqda bir irəliləmə getmir. Valideyn narazılığını bildirəndə bu səfər mərkəz başlayır valideyni günahlandırmağa ki, siz bizim tapşırıqları yerinə yetirmirsiniz. Nə isə səhv edirsiniz. Səhv edirsiniz, evdə uşaqla biz dediyimizi eləmirsiniz, proqramımıza əməl eləmirsiniz. Ona görə uşaqda irəliləmə getmir. Təbii ki, biz də razıyıq ki, valideyn mütləq bu prosesdə iştirak eləməlidir. Amma indi bilirik ki, sən özün də işləyən valideynsən və vaxtının tamamını övladıva sərf eləyə bilmirsən. Çalışırsan ki, müəyyən bir keyfiyyətli zaman keçirdəsiniz bir yerdə. Mərkəzlər belə danışanda düşünürəm ki, mütləq işləyən valideynləri nəzərə almalıdırlar. Bir də nəzərə almalıdırlar ki, bütün valideynlər terapist deyil. Bütün valideynlər uşaqla masa başında çalışa bilmirlər və həmçinin və hər dərs məqsəd o da deyil, masa başında olmamalıdır. Həyat tərzində də olmalı, yolda gedərkən olmalıdır, maşın sürəndə olmalıdır. Fərqi yoxdur hər yerdə. Bunu məqsəd yönümlü nəsə öyrədərkən də istifadə etmək olur. Çünki çox uşaq sevmir masa arxasında. Biri yemək yeyərkən öyrənir, biri parkda gəzərkən öyrənir. Bu da çox önəmlidir. Ümumiyyətlə ABBA-da da belə bir şey var. Yəqin sən də eşitmişdin əvvəllər. Deyirlər ki, ABBA terapiya effektiv olsun deyə həftədə 40 saat olmalıdır. Yes. Amma o 40 saatı biz təbii ki, mərkəzə apararaq onu övladımıza verə bilmirik və təbii 40 saat evdə də masa başında keçirdə bilmərik. Amma əsas odur ki, uşaqla yol gedəndə, yeməyə gedəndə, yemək yeyəndə, parkda əylənəndə və s. işlərlə məşğul olanda spontan olaraq övladımızı daimi öyrədir və bu o qədər də çətin olmur. Bir çox valideynlər bunu intuitiv şəkildə, heç ABBA-nı bilmədən də edirlər, gözəl nəticələr də alırlar. Biz diaqnozu təzə alanda biz ABBA-ya daha sonra gəlmişik də, sizdən sonra gəlmişik. Diaqnozu təzə alarkən elə özüm də bu yolda idim. Çünki bilmirdim nə edəcəm, hansı yolla gedim. Biz birinci təlimlərimizi neuropsixoloqla almışdıq. Amma o bizi özü ABBA-ya yönəltdi. Çünki öz işini bitirdi, dayandırdı və dedi ki, bura kimi mənim işimdir, mən burada bitirirəm, sizin yolunuz artıq başqa yerədir. Bu doğru mütəxəssislərdən biridir. Çünki mütəxəssislər sizi saxlayarkən yox, hansı nəticəyə nail olub və ondan sonrası nə baş verəcək. Bir mərkəzə də biz gedirdik. Orada nə xoşuma gəlmişdi, o da ABBA deyildi. Oyun terapiyası idi. Amma nə bizə tapşırıqlar verdi. Biz valideyn olaraq, dayə olaraq prosesin bir qoluyduq. Dərsdən çıxarkən bizə dəftər verilirdi və bizi qiymətləndirirdilər. Tapşırıqları yerinə yetirirdik. Nə alınmırdısa mən orada qeydlərimi aparırdım. Nə alınırdısa deyirdim bunun üzərindən keçirik və alınmayan məsələləri, belə deyək, mənim məsələlərim üzərində dayanırdıq. Və orada da yaxşı nəticələrə gəlmişdi, riayət edirik. Yəni riayət etməyəndə də orada bizi günahlandırırdılar. Çünki o deyilirdi ki, biz dərsdə bunu edirik. Siz evdə etməmisiniz, bərkitməmisiniz, ABBA dili ilə desək və ona görə sizə 2 düşür. Övladınıza yox, sizə 2 düşür. O da yaxşıdır. Ondan sonra artıq ABBA-ya gələndə artıq başa düşmüşdüm ki, elə bütün terapiyaların kökü elə ABBA-dandır. Həyatımızın da tərzi elə ABBA-dan gəlir. Sadəcə biz bunu anlamırıq. Mən buradan belə nəticəyə gəlirik ki, valideyn doğrudan da prosesin bir hissəsi olmalıdır və təlimin uğurlu getməsində mərkəz valideyn mərkəzi günahlandırmaqdansa, yaxşı olar ki, bir əməkdaşlıq şəklində bir iş görsünlər. Mərkəz daimi valideyni öyrətsin, valideyn də çalışsın ki, o mərkəzdən övladı üçün maksimum biliklənsin və evdə tətbiq edə bilsin. Bir də əlavə etmək istəyərdim ki, hər dərsdən çıxarkən övladınızı götürəndə sual verəndə ki,
dərs necə keçdi, sizə deyilirsə hər şey yaxşı idi, bu yaxşının arxasında nəsə durmalıdır. Yəni bu gün nə əldə etmişik, nəyin üzərində dayanırıq. Elə misal gətirdiyim o dəftər məsələsi də elə yaxşı olar ki, valideynlər o dəftərlə də gəlsinlər. Çünki hər şey yaxşıdır. Bizim övladlarımız üçün bu fərqli bir şeydir. Yəni bizdə bizim vaxtımız çox qısa olur. Bu normotipik uşaq deyil ki, hər şey yaxşıdır. Bu gün misal üçün vurma cədvəlini öyrəndik. Vəssalam. Burada belə olmur da. Biz bir şeyin üzərində çox uzun müddət dayanırıq və hər şey yaxşı arxasından sorğulayın. Axıra kimi gedin ki, nə yaxşı idi, nə pis idi və nəyin üzərində daha da çox işləyəcəyik. O vaxt əslində mən metodlar arasından seçim eləyəndə ABA-nı məhz ona görə çox bəyənmişdim. Çünki ABA-da hər şey ölçülə biləndir. ABA Məqsəd qoyulur və bəli, ölçülür. konkret məqsədlər qoyulur və bu məqsədlər ölçülə bilən məqsədlər olur və mütəxəssis də, valideyn də izləyə bilir ki, övladım hansı pillədə idi və hara gəldi. Misal üçün, əgər davranış pozuntuları çox intensivdirsə, ölçə bilirsən ki, məsəl üçün terapiyaya başlayanda gündə 5-6 isterika eləyirdi. Amma hazırda gündə 1-2 dəfə isterikanı göstərir və yaxud da Və o terapiyaya isterikaya başlayanda nə vadar edir ki, uşaq isterikaya gətirsin ki, onu da ölçə bilirik. bəli. ABA terapiyaya başlayanda çox o da möhtəşəmdir ki, əvvəlcə uşağın davranışının funksiyası müəyyən olunur və o funksiya üzərindən davranışı korreksiya etməyə başlayırlar. O proqramın yazılması, proqramın ölçülə bilən olması ilk dəfə mən ABA-da o sistemi ona görə çox bəyənmişdim. Çünki sən demiş, bu iş deyil də, hə bu gün övladınız yaxşı idi ya da bu gün heç yaxşı olmadı, bütün terapiya boyu ağladı, tutaq ki. Ölçülə bilən olmayanda valideyn bir qeyri-müəyyənlikdə qalır. Bilmir ki, misal üçün 6 ay gəldi mərkəzə, 1 il gəldi, nə əldə etdi və sonra buradan da bir problemlər yaranır. Mərkəz valideyni günahlandırır, valideyn mərkəzi günahlandırır. Bir xaos çıxır ortalığa. Amma hər şey proqramlar üzərindən, sənəd üzərindən olanda ilin sonunda mütəxəssis də göstərə bilər ki, başlayanda burdaydıq, indi bu nəticələri əldə eləmişik. Valideynə də aydın olar ki, biz bu yolu qət eləmişik. Bir misal da verək də. Misal üçün gələndə bir söz deyirdisə, terapiyanın sonunda artıq 3 cümlə ilə bitirir. Bu da dəyərləndirməkdir. Ya sən demiş, isterikası başlayanda dərsin əvvəlindən isterika başlayırdı, amma indi çıxanda artıq isterikaları dayanmır. Bu örgəşmə məsələsi deyil də. Bu işləmək terapiyanın nəticəsi əldə olunmuşdur. Bunlar da hamısı ölçülməlidir və sual verərkən cavablandırmalıdır. Növbəti problemlərdən biri də mərkəzlərdə olan bu lazımsız yönləndirmələrlə bağlıdır. Növbəti tələ. Bəli, növbəti tələ. Çox vaxt valideynlər yazırlar, mərkəzlərdə lazımsız aparatlara yönləndirilir uşaqlar, lazımsız analizlərə yönləndirirlər, lazımsız terapiya növlərinə yönləndirirlər. Valideyn gəlir mərkəzə, məlum olur ki, bu analizləri niyəsə verməlidir, niyəsə filan aparatlara girməlidir. Niyəsə pəhrizdə oturmalıdır. Bəli. Və valideyn üçün bu həm artıq xərcdir, həm də bu qeyri-effektiv yanaşmalardır. Valideynin resursu da gedir, uşağın vaxtı da gedir, axırda da heç bir şey olmur. Mən də düşünürəm ki, buna bir nəzarət olmalıdır. Mərkəzlərdəki bu aparatlar tətbiq olunur, dərman müdaxilələri olunur, nutrisioloqlar müəyyən müdaxilə olunur. Bunlara bir nəzarət mexanizmi qurulmalıdır. Çünki bu zaman artıq həmin təlim mərkəzi təhsil mərkəzi olmaqdan çıxır, bir tibbi müəssisəyə çevrilir. Tibbi müəssisəyə isə düşünürəm ki, mütləq nəzarət lazımdır. Biz terapiyaya təzə başlayanda elə neyropsixoloqla onda bir aparatlardan adını çəkmək istəmirəm, heç bir aparatdan da adını çəkmək istəmirəm. Sadəcə misal gətirəcəm ki, aparatların birinin bizə bir mərkəzdə tövsiyə olunmuşdu. Onda bizim neyropsixoloqumuz mənə çox düzgün məlumat vermişdi ki, hər bir aparat hər uşağa getmir. Misal üçün bizə deyilmişdi ki, bəzi uşağın beynini oyatmaq üçün və s. Amma o bizə çox yaxşı bir izah etmişdi ki, hələ
anlamırdım da. Mən terapiya əvvəlində idim ki, beyni oyatmaq mənası deyəndə uşaq dəfnidirsə, onun beynini niyə oyatmaq? Onsuz da o qaynayır. Aparata girərkən daha çox qaynayacaq. Bu sizə lazımdır yoxsa yox? Xaricdə necədir? Xaricdə hər bir mərkəz aparat alsın, istifadə etsin. Belə bir yoxdur da. Yəni aparatın bir instruksiyası deyəndə bir protokolu olur, olmalıdır. Hər mərkəz o qədər aparat alanda, dolduranda sizə artıq sualla dolu olmalısınız ki, niyə bu aparatlar ümumiyyətlə lazımdır? Bu beynə hansı təsirləri verəcək? Yaxşı mı təsir edəcək, pis mi təsir edəcək, onu da heç kəs bilmir. Yəni araşdırarkən də belə internetdə Bəxtəbəxt məsələsidir. bəxtəbəxt məsələsidir. Necə ki, bəli, yaxşı təsir, kiməsə lap pis təsir edir. O qədər olur ki, pis təsir edir. Yaxşı idi uşaq, pis vəziyyətə düşüb. Çünki beyində olan prosesləri bilmirik. Hansısa aparatı qoşuruq, dalğalar gedir və uşağın beynində Həmin nəsə bir aparatların çoxunu dəqiq təsir mexanizmi nə aparatı kəşf eləyənə, nə də onu tətbiq eləyənə bəlli deyil. Biz o aparatı qoşanda uşağın başına bilmirik konkret olaraq nəyi stimullaşdıracaq, nəyi say. Yəni biz bilmirik o necə bunu təsir yəqin ki, edəcək. psixoloq etmir də. Bunu həkimlər gərək müəyyən etsin aparatın o Təəssüf ki, bir çox Yəni bizdə mərkəzlərdə o bu aparatı yoxdur. tətbiq Yəni eləyənlər həkimlər deyil. mərkəz dolu aparatla olursa, bu da artıq sual altındadır ki, yəni niyə bu qədər aparat var? Niyə hamısı olunmalıdır? Niyə hamısı eyni vaxtda olmalıdır? Bu tələyə də düşməyiniz məsləhət deyil. Növbəti problemlərdən biri də odur ki, valideynlər mərkəzlərdə olanda, terapiyada olanda yenə də məqsəd qoyulması nədir? Uşağın bir çox davranış problemləri var. Misal üçün yerində oturmur, ya qışqırır, ya hər şey dağıdır, özünə zərər verir, ya digərlərinə zərər verir. Amma mərkəz özünə məqsəd qoyub ki, rəngləri əzbər biləcək, bütün heyvanları əzbər biləcək, kartların üzərindən gedir. Yəni bu da tələdir hesab edirəm. Çünki məndən soruşsaz, mənim üçün davranış daha vacibdir, nəinki onun rənglərini bilməyi. Bu tələdən çox bir növ bilincsizlikdir sanki. Ola bilsin. Bu mütəxəssislər özləri də bilmirlər. Məncə autizmin təbiətini anlamırlar. Diaqnozu tam özünün belə deyək də daxilinə varmırlar. Çünki bir autizmli uşaqla gəldi, valideyn gətirdi onu terapiyaya. Mərkəz düşünür ki, bunu tipik yaşıdlarına çatdırmaq lazımdır və adətən valideynlərin də istəyi o yandan olur və mərkəz də çox vaxt o yandan yanaşır. Uşağın nitqi açılsın. Və hər vəchə çalışırlar uşağın nitqini açmağa. Çünki valideyn də doğrudan bunu tələb eləyir mərkəzlərdən. Amma mərkəzlər valideynə yolun başında izah eləməlidirlər ki, bir autizmli uşaqda əsas o məqsəd nitqi açmaq olmamalıdır. Çünki əsas məqsəd o uşağı ünsiyyətə hazırlamaq olmalıdır. Ona görə də yenə deyəcəklər ki, ABA-dan danışır, ABA-nı tərifləyir. Amma doğrudan da ABA ilə təlimə başlayanda ABA-nın birinci əsas nədir? Keçən də yazmışdım postlarımdan birində əməkdaşlıq qurmaq. Bəli. Uşaq otağa daxil olur, birinci uşaqla əməkdaşlıq qururlar. Əməkdaşlıq qurulandan sonra ikinci düzgün addım nədir? Uşaqda öyrənmə bacarığı formalaşdırırlar. Yəni stolda oturmaq, bəsit gözlə, yəni mütəxəssis bir oyunu və yaxud da bir tapşırığı stola gətirənə kimi gözlə komandasını uşaq anlasın, gözləsin. Yəni durub gəzməsində otaqda belə deyək. Müəyyən diqqətini verə bilsin müəllimə. Bu öyrənmə bacarıqlarını belə deyək, formalaşdırandan sonra mütəxəssis artıq başlayır əsas işə və əsas işdə burada təqlid bacarığı gedir, öyrətməyə başlayırlar və nitqə də bilirsiniz ki, ABA bir funksional davranış kimi baxır da. Ümumiyyətlə ABA hər şeyə davranış kimi baxır. Nitqə də o cür baxır. Mən son postumda da qeyd eləmişdim ki, ABA-dan nitqə necə yanaşılır, hansı bacarıqlar, alt bacarıqlar lazımdır və mütəxəssis başlayır yavaş-yavaş bunu işləməyə. Amma çox təəssüf ki, bir çox mərkəzlərdə, elə bir çox ABA mərkəzlərdə də unudurlar ki, uşağın əsas öyrənməli olduğu şey, sən demiş, rənglər ya da akademik bacarıqlar deyil. Uşağın əsas ünsiyyət bacarığıdır.
uşağın yaşına uyğun özünə qulluq Bəli. bacarıqlarıdır, real həyatda ona lazım olan bacarıqlardır və təbii ki, davranış problemləri varsa mütləq onun üzərində işləmək lazımdır. Çünki davranış problemləri olan uşaq sosiallaşa bilmir. Bilmir və bir çox valideynlər yazır, deyir ki, bəs Gül xanım hər şey bacar, hər şey bilir. Onu bilir, bunu bilir, falan şey bilir. Və sual verirsən ki, bəs həyat bacarıqlarından bilir? Yox, onu eləmir. Və burada sual valideyn özünə verməlidir. Siz deyərkən onu bilir, bunu bilir. Onu harda tətbiq edəcək? Yəni onun bir maraq dairəsi, insanlar, dialoq apardığı insanlar varmı bunları danışsın? Onu öyrənərkən onun həyat dərisimi dəyişir? Dəyişmir. Burada da məqsəd yenə də valideyndən gəlməlidir. Yəni biz yenə də aba toxunuruq. Çünki hər ikisimiz abadayıq. Əslində abadan ayrı bir veriliş də çəksəydi, orada böyük məmnuniyyətlə çıxış da edərdik. Nə qədər istəyirsiz tərifləyərdik. Çünki həqiqətən də verdiyiniz suallar, necə gəlmisiniz bu nəticəyə, necə nail olmusunuz ona, bunun hamısı abanın sayəsində olub. Qoyulmuş məqsədlərimiz də ABA-nın üzərindən gedir. İnanın ki, bütün autizm uşaqlar hər şeyi çox gözəl əzbərləyir. Bütün informasiyanı çox gözəl toplayır, amma mən misal üçün öz övladımı bundan stoplayıram. Çox informasiya vermirəm. Çünki hesab edirəm ki, ona bu həyatda buterbrodu necə kəsim, özümə necə yemək bişirim daha vacibdir. Nəinki misal üçün bütün ölkələrin bayraqlarını bilmək. Yəni bütün heyvanların adlarını bilmək ona bu nə verəcək? Özü ilə danışacaq. Doğrudan da autizmli uşaqların çoxsunda mexaniki yaddaş çox yaxşı olur. Başqa dillərdə də əzbərləyə bilirlər, öyrənə bilirlər, müxtəlif məlumatları toplamağa maraqlı olurlar. Bəzən seçdikləri bir mövzuda alim olurlar da, yəni hansı mövzu seçiblərsə onun üzərindən çox şey bilirlər. Axıra kimi gedirlər. Baxırsan ki, bir çox Aspergerli uşaqlarda da, yüngül dərəcəli autizmli uşaqlarda da görürsən ki, akademik bacarıqlarda falan heç bir problem yoxdur, amma gündəlik özünü evdə müstəqil idarə edə bilirmi? Əsas məsələ budur. Yəni biz valideynlərin məqsədi əsas olmalıdır ki, övladımızı müstəqil yaşamağı öyrədə bilək. Yəni real həyata adaptasiya eləyə bilək. Hər şeydən danışdıq, amma mənim sənə sualım olacaq. Əgər sənin bir şansın olsaydı, burdan bir mesaj ötürə bilsəydin, yəqin ki, bizi çox bir mərkəz qulaq asacaq. Mərkəzlərə ürək sözün nə olardı, ya da ki, istəyin nə olardı ki, bir mesaj ötürə biləsən? Bunu mən də sonra deyəcəm, amma birinci səndən soruşmaq istərdim. Mərkəzlərdən nə istəyə bilərəm? İstəyərdim ki, yola yeni başlayan valideynlərə yanlış məlumatlar verməsinlər, işlərini vicdandan qursunlar, effektiv terapiya metodlarına müraciət etsinlər. Əgər mərkəzlərində qeyri-effektiv terapiya metodları varsa, onları ləğv eləsinlər, valideynlərə ümumiyyətlə təklif eləməsinlər. Qeyri-effektiv aparatlarla valideynləri aldatmasınlar. Və istəyərdim ki, dünyada artıq özünü sübut eləmiş bu terapiya növləri ki var, müasir standartlara cavab verən ABA olsun, ta ki, autizmli uşaqlar üçün nə qədər vacibdir, onları tətbiqini mərkəzlərində təşkil eləsinlər və sadəcə Instagramda başlıq olaraq onu ABA da var olmasın, keyfiyyətli ABA strukturu qursunlar mərkəzlərində və mütləq bugün doğrudan da belə bir problem var. Böyümüş uşaqlar bilmirlər ki, hansı mərkəzə müraciət eləsinlər. Çünki mərkəzlərin çoxusu erkən yaşda daha yaxşı çalışırlar. Erkən məktəb yaş qrupları ilə uşaqlarla daha yaxşı çalışırlar, amma sonra biraz böyümüş uşaqlarla çalışmırlar. İstərdim belə mərkəzlərin sayı çox olsun. Mərkəzdən də ziyadə uşaqlarımız böyüyəndə məşğul ola biləcəkləri, asudə vaxtlarını keçirə biləcəkləri yerlər çox olsun. Hər şeyi qeyd etdin. Mən də bir məqama toxunmaq istərdim. Məni qıcıq yaradan, düzdür, bundan danışdıq. İstərdim ki, öz mərkəzlərini reklam edərkən 6 aya danışdırırıq. 1 ilə bizi ilə vidalaşırsınız.
belə bir lozunqları Ya da autizmi sağaltdıq əvvəl sonra. bəli, autizmi sağaltdıq, belə bir lozunqları istifadə etməsinlər. Yaxşı olar ki, başa düşürəm də ki, bu bir reklamın bir cəlb edici bir metoddur, amma bu dönəmdə valideynlər o qədər həssas olurlar ki, yəni nə qədər ağıllı sözlər, nə qədər düzgün məlumatlar eşidərkən onların üstünə xətt çəkirlər, amma bu onları çox cəlb edir. Çünki hər bir valideyn uşağının sağalmağını, uşağın yaxşı olmağını istəyir və qırmızı hərflə yazılan sözlərə daha tez cəlb olunur və belə də tələyə düşür. Ümumiyyətlə doğrudan çətinlikdə olan adam, qeyri-müəyyənlikdə ki, autizm özü başlı başına böyük bir qeyri-müəyyənlikdir. Qeyri-müəyyənlikdə olan adam saman çöpündən yapışmağa hazırdır. Bəli. Və yolun başında olan valideynlər, heç yolun başında olmayanlar da bəzən görürsən ki, bu tələlərə düşürlər. Müəyyən yol qət eləyib, amma və çətin vəziyyətdədir və bilmir neynəsin. Onda müxtəlif bu panikada başlayır müxtəlif qeyri-effektiv yollara əl atmağa ki, bəlkə bu kömək olar, bəlkə bu kömək olar. Burada yenə də heç bir valideyni qınaya bilmərik, amma əsas odur ki, kömək etməsə də həmişə deyirəm, heç olmasa ziyan olmasın. Çünki kömək etmək istəyərkən övladımıza elə bir zərər verə bilərik ki, bir ömrü boyu peşman ola bilərik. Yəni autizm onun yanında gül çiçək qalar, belə deyək. Ona görə mütləq bu məqamlarda diqqətli olmalıyıq. Ətrafımızı da dinləməliyik bəzən, ağıllı belə deyək, bu yolu qət eləmiş valideynlərdən də Hərdən də hətta ağıllı da məsələsi deyil. İnsan o qədər qulaqları, gözləri bağlanır ki, digərlərini eşitmək şansı yoxdur. Burada sorğulayarkən elə valideynləri də üz tutmaq istəyərdim ki, sorğulanın. Qorxmayın. Əgər hətta mərkəz də seçmisiniz belə, inandığınız bir valideyn varsa, hansısa proqresi görmüş uşaq, övladı görürsünüzsə, valideyni mütləq sorğulayın. İnanın ki, biz hər birimiz bir-birimizə dəstək etməyə həmişə hazırıq. Məsələ mərkəz deyil, məsələ övladlarımızdır. Onların daha yaxşı olmasıdır. Ona görə sorğulanmaqdan qorxmayın. Sorğulayın, suallarınızı verin, araşdırın, sonra artıq bir yolla davam edin. Mütləq bir də kritik düşüncə, tənqidi düşüncə çox önəmlidir. Qarşımıza olur ki, mənim də qarşıma nəsə bir metod çıxır. O qədər rəylər olur ki, altında hətta biz müsbət. Bir-birimizə də sorğulanırıq. Yəni biz eşəylə belə bir araşdırırıq, yoxlayırıq. Hərdən olur ki, sual veririk ki, səncə bunu edim yoxsa yox? Şübhə qalanda. Mən eyni şeyləri deyirəm ki, məqsədin nədir? Nəyi əldə etmək istəyirsən? Sənin sakitliyindən, övladının sakitliyidir, yoxsa məqsədin nədir? O sualları verərkən insan daha da aydınlaşır. Bəli, məndə də eyni şey vəziyyət olur. Mən də çox suallar verirəm. Hərdən qapanıram, amma inandığım insanlara sualları verəndə daha düzgün nəticələrə gəlib çıxıram. Gəl onda söhbətimizi yekunlaşdıraq. Söhbətin sonunda səndən soruşmaq istəyərdim ki, sən yolun başında olan valideynlərə, bu yolu artıq müəyyən qədər qət etmiş bir valideyn kimi yolun başında olan valideynlərə nə tövsiyələr verərdin? Yəqin ki, ilk məsləhətim, yəni hətta arxaya getsəm, özümü görsəm, özümə elə birinci məsləhət verərdim ki, autizmlə nə bilmək olarsa, hamısını öyrən. Və düzgün metod seçərkən onu da öyrən. Çünki övladınla hansı terapiyanı keçəcəklərsə, onu sənin bilməyin daha yaxşıdır. Çünki səni aldada bilməyəcəklər. Övladınla nə edirlər, hər şeyi anlayacaqsan və mütəxəssislə eyni dildə danışacaqsan. Və həmin mən hər postlarımda da yazıram, həmin o üçbucaq elə valideyn maariflənməklə gəlir. Çünki eyni dildə danışanda daha yaxşı nəticələr əldə edirsən. Məncə belə. Düşünürəm ki, burada ən başlanğıcda duran məsələ həkimin yanından çıxandan sonra həkimin qoyduğu diaqnozu qəbul etməkdir. Hər şey birinci o diaqnozu anlamaq, qəbul etməkdən və anlamağa çalışmaqdan gedir. Əslində burada diaqnozdan çox övladımızı anlamağa çalışırıq və yolun başında olanda anlamalıyıq ki, bu yol
1 aylıq, 3 aylıq, 6 aylıq bir yol deyil. Çünki çox vaxt valideynlər yazır. 3 ay getdik mərkəzə, 6 ay getdik, düzəlmədi, nə bilim 1 il getdik, düzəlmədi. Valideyn bu yola başlayanda bilməlidir ki, bu yol bir böyük bir prosesdir. Yəni övladımız bu yolu keçir. Biz də onunla ailə olaraq birlikdə keçirik və bu qısa bir yol deyil. Hər yaşın özünə uyğun belə deyək də problemləri ortaya çıxa bilər və biz problemlər ortaya çıxdıqca onu həll etməliyik, övladımıza kömək etməliyik və yolun başında biləndə ki, bu 10 günlük, 3 aylıq, 6 aylıq bir şey deyil, onda daha belə deyək də öz güvənli oluruq. Sabah proses uzananda ümidsizliyə qapılmırıq. Əvvəldən bilirik ki, bu yol uzundur və öhdəmizə düşən müəyyən məsuliyyətlər var. Bu qədər. Ürək sözlərimizi dedik. Söhbətimizi etdik. Ümid edirəm ki, dinləmək maraqlı olacaq. Çünki doğrudan da gələn suallar çox olur. Hərdən vaxt çatmır. Hərdən nəyisə deyirsən, nəyisə unudursan. Fikirləşirəm ki, bu buraxılışdan sonra bizim beynimizdə olanı, fikirlərimizi, yolumuzu valideynlər daha yaxşı bilər və bəlkə də kömək olar. Ümid edirəm bugünkü söhbətimiz sizə maraqlı olar. İlk dəfə idi ki, qonaqsız danışdıq. Əgər bu tərz söhbətlər sizə maraqlıdırsa, bizi dəstəkləyin, like qoyun, izləyin və biz də bilək ki, sizin üçün maraqlıdır. Növbəti çəkilişləri edək. Sağ olun. Sağ olun.